Səbirsizliklə onun yolunu gözləyirəm ki, gəlsin mən onu bir öpüm, bir qucaqlayım. Adı qoymaq. Çox şey oldu. O ilk dəfə danışacağam. Xahiş edirəm ki, bu söhbəti müzakirə eləyək. Ayşana buradan salam göndər. Necə tanış olmusunuz? 30 yaşın var sənin. 31 olur. Onu bloka atım. Iordaniyaya qastrol səfərinə getmişdi. Iordaniyaya. Bibisinə mama deyil. Sakit görünə bilirəm, amma ki, əsəbləşəndə özümdən tez çıxıram. Qaynanam da kövrəlmişdi. Depressiyadaydı. Biz nə ad seçək? Düşüm, gedim, ay, naz eləyim. İlk professional çəkiliş olaraq siz buradasınız. Vanil qoxulu bir parfumu öz sevimli və gözəl rəy yazan izləyicimə hədiyyə etmək istəyirəm. Üçüncü buraxılışımıza xoş gəlmisiniz. Bugünkü qonağımız bir nəfər deyil, 2 nəfərdir. Çox sağ ol ki, həm sən bizim dəvətimizi qəbul elədin, həm də ki, bizi öz evinə dəvət elədin. Ona görə həm xoş gəlmisən, həm də xoş gəlmisən. Çox sağ ol. Sən çox sağ ol ki, məni gözəl verilişinə dəvət elədin. Çox şadam. İnşallah ki, çox gözəl və maraqlı söhbətlərimiz olar. Əminəm, çox sağ ol. Bizə birazca evini göstər. Göstərim. Bu bizim mətbəximizdir. Bəli. İndi sənin üçün çay hazırlayacaqsan. Burada bir rəsm gör. Ümumiyyətlə sən gülləri sevirsən. Mən hər yerdə gül görürəm. Çox sevirəm. Düşünürəm ki, güllər evə bir başqa ab-hava qatır. Düzdür, indi burada belə bir foto var, amma inşallah 2-3 gün sonra burada mənim öz əl işim olacaq. Olacaq da yəni. Biz gözlədiyimiz o olduğunu sevirli əsl belə bizim sənə balaca, çox balaca çəhrayı rəngdə ev hədiyyəmiz var. Modistan hədiyyələrdir. Birlikdə hazırlasaq, məncə əla olar. Sevə-sevə. Başlayaq. Sevdiyim şeylərdən biri hədiyyələri açmaq. Məncə bunu sevməyən yoxdur. Wow, çox qəşəngdir. Ay, nə gözəl çaynikdir bu. Wow. Stəkanımızın biri də buradadır. Dayşılqa bunu da istəyirsən qoy içinə. Onu da belə bura bax. Hədiyyədir. Çox sağ ol. Mən nanəni çox sevirəm. Və illərdir çayı nanəsiz içə bilmirəm. Bu da hardan gəlib, necə alınıb? Deməli, illər öncə mənim anam Iordaniyaya qastrol səfərinə getmişdi. Iordaniyaya. Və orada sən demə, insanlar çayı nanəsiz içmirlər. Aha. Və anam qayıdandan sonra dedi ki, bəs mən orada çayı nanə ilə içdim və o qədər çox bəyəndim ki, həm mənim mədəmə çox yaxşı təsir elədi, həm təzyiqimə. Ondan sonra bizi də öyrəşdirdi. Ondan belə həm çox gözəl aromat qatır çaya, həm də ki, həqiqətən çox xeyirdir. Sadəcə stəkana atırsan. Sadəcə stəkana atıram. İndi birlikdə dadına baxacağıq. Çox ləzzətlə o çayı içirəm. Məndən sən Qanat gəlib özü çay istəyir. Sənin üçün həmişə istisna. Canım, çox sağ ol Ayşəkam. Bu arada həm sənə, həm qızıva qulluq eləmiş ol. Qızım da olandan sonra deyəcəm, Aysel xala gəlmişdi, sənə çay süzür. İndi mənim də oğlum var. O da sarışındır. Görüşdürərik də. Həyat kim bilir. Nəzrin yanına gələndə mən soruşdum ki, Nəzrin, mən sənə bir şirniyyatda ya nə gətirim ki, canın nə çəkir, nə istəyirsən? Dedi ki, mən banan və malina xoşlayıram, sevənəm. Yığdım bulbayık. Mən çox sevirəm. Glutensiz, şəkərsiz. Tamam, qulişərçik qoyaq oram. Yavaş. Burada kukilərimiz var. Bu sənin malinandır. Bu dişi qoxur bu. Bizdə əslində rəylər rubrikası olur. Amma bu dəfə biz düşündük ki, hazır ki, sənin çox gözəl bir halında heç bir təqdirdə istəmərəm ki, nəsə bir mənfi bir şey kiminsə dediyini belə sənə deyim. Maraqlıdır. Bax, biz gələndə sən mənə dedin ki, malina və banan dedin və ümumiyyətlə belə bir mif var. Ya bu doğrudur? Mən özüm də yəni hamilə olanda tam olaraq onu başa düşə bilmədim ki, belə bir şey doğrudan var yoxsa yoxdur. Canın nəsə istəyibmi və ən qəribə nə istəyib? Mən insanları tanırım, deyir ki, nə bilim, benzinini istəyir, mel istəyir. Qəribə. Hətta mənim öz baldızım hamilə olanda kaktus meyvəsi istəmişdi. Kaktus meyvəsi? Kaktus meyvəsi. Mən məsələn bilmirdim ki, kaktus meyvəsi yeyiləndi də. O yoxsulluğa girmişdi və bütün günü deyirdi ki, mən kaktus meyvəsi istəyirəm və qaynanam sonra onu getdi, tapdı. Amma sənə deyim ki, Ayselka, mən belə bir şey yaşamadım. Çox qəribədir. Nə yaxşı. Ayda ürəyim nəsə istəyir. Kaktus Mərdana deyim ki, dur, məsələn, mənə xahiş edirəm, get filan şeyi al, gətir. Belə bir şey olmadı.
Heç qışda olmadı. qarpız Heç istəyirəm. kapriz eləmədim. Alça istəyirəm. Alça istəyirəm. yaxşı. İstəyərdim amma olsun elə bir şey olmadı Bir niyəsə. dənə nəsə mənə Olmadı hər niyəsə. şey bu şey kəsirəm. Mənə bir dənə mənfivi denən. Biz də deyək ki, ay, bu da bizdəndir də bildik. Deyim də sayım da Rahat sayım. Rahat deyək ki, bu bizdəndir. Hamımızın mənası var. Heç Nədir, birimiz ideal nədir, deyil. Nədir? Deyəcək, stəkanı sağ qoymuram, sol qoyuram falan da o deyil. Az öncə səndən bir məqam haqqında danışdığı, məsələn, hər şey çox diqqətçilik, takıntılıyıq. Məncə o mənfi sayı. Bəlkə də müsbət deyil. Yəni. Amma çox da takıntılı olmaq da məncə yaxşı deyil. Belə hər şey yerində olsun, hər şey belə bu belə olsun, bu belə olsun. Hə, o insanı biraz yorur. Hə, amma o da Həm fiziki, həm xilas mənəvi eləmədi. vəziyyəti. Hələ də deyə bilərəm. Belasneşka kimi Tez qaçırsan. özümdən çıxanam. Məsələn, Hə. var məndə. Düzdür, sakit görünə bilirəm, amma ki, əsəbləşəndə özümdən tez çıxıram. Hə, sonra tez Səbirsizəm. sakitləşirsən yoxsa? Sonra tez sakitləşirəm. Amma bəzən də o özümdən tez çıxanda qarşımdakının xətrinə dəyə bilirəm. Hə, o məni biraz üzə bilir. Hə, amma əlbəttə ki, həmən çalışıram ki, onun könlünü Hə, alım. əsas odur. Könül ala bilirsən, üzrxahlıq eləyə Almalıyam, bilirsən. almasam o mənə bir dərd olar. Hə. Ki, mən onun xətrinə dəydim. Yəni buradan da yenə yaxşıya baxım. İstəyirəm şeyli. Özümdən tez çıx, amma tezdə könlünü alıram, gedirəm üzr. Yəni tez ekstra eləyirəm ki, yaxşı olsun. Oradan da çıxdım yaxşıya. Belə biz də belə etdik. Dadlıdır. Bu nədir? Bu malina ilə fistaşkadır, püstədir. Püstə, düz deyirəm. Püstə, düzdür. Fıstıq da deyirlər. Çox da bunu ən sevdiyim Möhtəşəm budur. dadı. Fikirləşdim ki, hər kəsə nə maraqlı ola bilər hal-hazırda. İndiki sənin dövründə. Bu arada qızlara demişəm ki, bunu tez montaj eləməliyik ki, balamız dünyaya gəlməmiş, biz bunu paylaşırıq. Mənə maraqlıdır ki, sən ümumiyyətlə bu xəbəri necə öyrəndin? Bununla necə həm yoldaşınla, həyat yoldaşınla, həm ailənlə necə paylaşdın? Çünki sosialda sən bunu gec paylaşdın. Ona görə buyur danış. Onların reaksiyası, üz ifadəsi Bunu ilk dəfə danışacağam. O qədər maraqlı olur ki. Mən bunu ilk dəfə Türkiyədə öyrəndim. Aha. İzmirdə idik biz onda, yay tətilinə getmişdik. İlk dəfə onu öyrəndim və təbii ki, ilk dəfə həyat yoldaşımla bölüşdüm. Ondan sonra ailəmizlə bölüşdüm. Hər kəs kövrəldi, sevindi. Çox gözəl, çox həyəcan verici, fərqli hisslər idi. Sevincini fərqli ifadə edirəm. Kimisi kövrəlir, kimisi gülür, sevinir. Mərdan da çox sevindi. Sevincə olur. Evdəkilər də yəqin ki, 100%. 100% atam kövrəlmişdi. Dolça bürcüdür. Qaynanam da kövrəlmişdi. Yox, belə gözəl hisslər idi həqiqətən. Ölkədən kənarda da onu öyrənmə bir başqa. Onlara da ölkədən kənarda demişdiniz, yoxsa gəlib demişdiniz? Ay, siz lap dözməmisiniz, səbirsiz bildim, sırasıcı xəbər vermisiniz. Gözəl xəbəri insan ailəsinə tez çatdırmaq istəyir, paylaşmaq istəyir. Biz burada sevinirik, onlar da sevinsinlər. Hə, bəs necə sosiala neçə ayında sən bildirdin? Səhv etmirəmsə, 7-ci aya keçirdi artıq. Əslində gizlətmək kimi bir fikrimiz yox idi. Zaten görən görürdü bir də. Sadəcə olaraq mən hamiləyəm demək, nə bilim. Biraz keçsin, hər şey rahatçılıqla, gözəl bir şəkildə inşallah ki davam eləsin. Ondan sonra zaten bilinəcək də. Və belə gözəl bir şəkildə də təqdim etmək istədim ki, yeni ilə 3 nəfər olaraq biz daxil oluruq. Ay, çox qəşəngdir. 2026 sizin üçün 2025-də, 2026-da uğurlu. 2025-in sonları 2026 artıq gözəl gələcək inşallah və gəlir də. İnşallah baharda gəlir, yazda gəlir. Qoç bürcü olacaq. Novruz bayramı ərəfəsində. Çox qəşəng bayrama gəlir. Ay Allah. Mən özüm də mart ayıyam. Sən də bahar qızısan. Mart ayını çox sevirəm. Aprel, mart, may mənim ən sevdiyim aylardır. Mən də deyirəm. Bahar, yaz gəlir. Qızım da həmin aylarda gəlir deyəndə bir başqa sevincliyəm. Ay Allah. Biz gəlməmişdən əvvəl mən zaten Nəzrindən soruşmuşdum ad məsələsini. Və Nəzrin demişdi ki, bu
və soruşanda da zaten elə soruşmuşdum ki, şəxsi deyilsə və sən bunu bölüşmək istəyirsənsə və paylaşmaq istəyirsənsə mənimlə paylaşa bilərsən. Onun başqa verilişə aidiyyatı olmadan başqa bir mövzu üçün maraqlanırdım. Amma Nəzrin də dedi ki, biz belə bir qərara gəlmişik ki, mənə dedi, dedi ki, biz belə qərara gəlmişik ki, sonradan bunu açıqlamaq istəyirik və təbii ki, biz bunu çox da yaxşı qarşılayırıq. Amma bir şeyi soruşmaq istəyirəm. Adın mənasımı, nəyə görə bu ad seçilibmi, tarixçəsimi, onu istəyərəm. Yəni hansı qərarla bu seçim, onu paylaşasan. Spontan oldu belə deyim. Birdən qərar verdik. Birdən. O necə oldu? Mən 9 ay qərar verə bilmirdim ki, nə olsun. Son ana kimi qucağıma aldı, dedilər ki, yazmalıyıq. Dedim, yaxşı, hə, denən. Bizə necə oldu? İlk öncə internetdə məncə hər kəs bunu eləyir. Girirsən əlifba sırası, adlara baxırsan ki, görüm hansı ad belə ürəyimə yaxındır, hansı ad gözəldir, həm nə çox müasirdir, nə çox köhnədir, ruhumuzu oxşuyur və s. ilaxır. Bizi tamamlayır. Bizi tamamlayır. Ən önəmli nüanslardan biri bizi tamamlasın. Adnan. Dilimizə yatsın, nə bilim. Bir çox nüanslar var orada. Nəysə baxdıq. Bir dənə ürəyimizə yatan ad olmadı. Bilmirəm niyə. O qədər təkrarlanan adlar var ki və o qədər indi baxırsan ki, hamıda eyni adlar. Biraz da fərqlənmək istəyirsən və biraz da o fərqləndirdiyin adda çox da belə yad qalmasın. Nəysə ki, çox həmin an beynimiz yandı. Sözün əsl mənasında ki, biz nə ad seçək. Sonra axırda belə bir qərara gəldik ki, bizim bir-birimizə müraciət elədiyimiz bir neçə kəlmələr var. Və o kəlmələrdən yola çıxaraq bizim ikimizi də xitab eləyən bir adı qoymaq qərarına gəldik. Və elə sonra dedik ki, elə bunu da qərarlaşaq. Elə məncə ən gözəli də budur. Çox qəşəng tarixçəsi var. Sevdinmi? Çox qəşəngdir. Mənə dedin, mən sevdim. Sən tarixçəsini danışdın və belə laf çox sevdim. Hə, ki biz necə şeydir, hekayəsi var. Tarixçəsi, hekayəsi olanda daha bir gözəl olur, daha bir maraqlı olur. Necə ki, iki insan bir-birini sevir, ailə qurur. O deyirsən, necə tanış olmusunuz? O tarixçəni işləndə onların sevgisinə necə tanış olmusunuz? Sevgin artır. Buradan bura. Necə tanış olmusunuz? Bizim əslində tanış olmağımız da çox maraqlıdır. Mən normal həyatda Mərdanı tanıyırdım. O da məni təbii ki tanıyırdı, amma ki belə yəni həyatda heç vaxt belə görüşməmişdik, heç vaxt qarşılaşmamışdıq. Mən məsələn Mərdanın xalası qızını tanıyırdım. Sonra mənim rəfiqəmin storiesində Mərdan məni görüb, hep səhifəmə belə məni tanıyıb. İl neçədir? 2022. 22, hə, 4 il əvvəl. Elə tanıyıb, eləyib, sonra mənə dostluq atıb. Mən də təbii ki, onu tanıyıram falan, amma mən daha çox, yəni yaxını tanımadığım heç kimi dostluq qəbul eləmirəm. Yəni o insan tanınmış olsa belə də qapalı idi səhifəmdə. Yox, qapalı deyilsə, yəni follow back eləməmişəm də ki, ən azından bu insan yaxından tanıyım, sonra da yəni bəzən olur elə. Mən onu follow back eləməmişəm. Bir müddət keçib, o da deyəsən geri çəkmişdi. O da girir, baxır ki, follow back eləmir, geri çəkim, yoxsa niyə də? Follow back eləmir. Elə olmayıb. Mərdanda mavi tık var idi. Sonra o mənə dostluq atanda mən artıq onu gördüm. Mavi tıkın müsbət tərəfləri. Mavi tıkın müsbətləri və 2-3 gün sonra mən onu geri takib elədim. Ondan sonra artıq biz başladıq followlaşmağa. Amma belə yazışıb eləmirdik. Yəni o prosta mənə like elirdi, mən ona like. Belə bir uzun 5-6 ay getmişdi. Yəni sadəcə olaraq sosialda belə dostluq elirdik. Arada bir replay elirdik storylərə falan. Amma sonra yavaş bu replaylər keçdi dialoqlara, söhbətlərə, ora-bura. Sonra axırda bir görüş baş verdi. Aha. Və o görüşdən sonra hər şey daha da belə gözəlliyə doğru getməyə başladı. O şeyi hiss elədiniz. Hə.
O avranı O bir-birinə. auranı zaten birinci görüşdə hiss elədik. Doğru da. O xərçəng bürcüdür, mən balıq bürcüyəm. Biz ikimiz də suyuq, ikimiz də duyğusalıq, romantik, xərçəng ümumiyyətlə incə sənətə meylli. Yəni o qədər ortaq cəhətlərimiz var idi ki, bizim mən nədən danışırdım, o onu mənə qaytarırdı. O nə deyirdi, mən eyni şey ona deyirdim və mən də həmişə deyirdim ki, özümə, mənim gələcəkdə ailə quracağım insan elə bir olmalıdır ki, bizim ortaq cəhətlərimiz hədsiz çox olsun. Bizim maraq dairələrimiz çox olsun. Hər şeydən mən o insanla danışa bilim. Yəni belə susub oturmayaq da. Zaten susub oturacağamsa mən o insanla heç vaxt yaşaya bilmərəm. Həmişə bunu istəmişdim Allahdan və Allah həqiqətən elə bir insan çıxartdı qarşıma və mən elə ilk görüşdən bütün maraq dairəsi, istər musiqi, istər kino, rəssamlıq, hər bir şey, tarix, nədən deyirdim, ondan danışırdım. Mənə sözün əsl mənasında yağ kimi yayılmışdı ürəyimə ki, ay necə gözəldir, hər tərəfli olmaq nə gözəl bir şeydir. Kaş ki hər kəs özünü bu qədər inkişaf elətdirə bilsə, kaş ki hər kəsin belə dünya görüşü ola bilsə, bu çox gözəl və önəmli bir şeydir. Və elə bundan da başladı hər bir şey. Amma o sən deyirsən hər tərəfli tamamilə razıyam. Amma ondan savayı bir şey var ki, insan bir-birinin o deyir ərlə arvadın torpağı bir yerdən getdi, o məsələdir ki. Birinci növbədədir. Amma bunlar olanda təbii o hissiyat da varsa, onun üzərinə gəlir, tamamlanır. Tək hissiyatla bəzən olmur. Düşünürsən ki, yox, onun filan xasiyyəti var, mənim filan xasiyyətim yox, bizdə alınmaz. Hardasa təsir eləyir. Bilmirəm, bəlkə başqalarında necədir falan, amma istər-istəməz 50% məntiq və 50% sevgi olur da. Amma o hər ikisi ki tamamlanır, sən dünyanın ən xoşbəxti olursan ki, Allaha şükür, həm sevgi var, həm də məntiqi də biz bir-birimizə çox uyğunuq. Düşüncəmiz, bizim maraqlarımız və ona görə də daha da münasibət gözəlləşməyə doğru gedir, irəliliyə doğru gedir. Mehribandır, sənə qarşı duyarlıdır. Nə bilim, centilmendir. Yəni istədiyimiz bir əks cinsdə axtara bildiyimiz, demirəm idealın idealı, amma ən azından bir 90%, 80% səni qane eləyirsə. Sənin üçün idealdır. Zaten ideal insan yoxdur. Sənin üçün heç birimiz ideal deyilik. İdeal. Mənim üçün idealdırsa bu insan, mənim üçün əgər necə deyim, mən o insanda istədiyim hər şey tapmışamsa, məncə artıq söhbət yekunlaşır. Mərdan bəxtəvərdir. Sən bayaqları mənə dedin ki, Mərdan da səninlə birlikdə doğuma girəcək. Partnyor doğum adlanır da bu. Yəni qədər sən həssas, ən həssas olduğun dönəmdir zaten və o qədər möhtəşəm bir andır ki, onu məncə doğrudan da hər iki insan birlikdə paylaşmalıdır. Necə ki, hər bir kədəri, sevinci birlikdə paylaşırlar və bu xaricdə mən bildiyim qədərilə, bəlkə səhv deyirəm, ya Amerikada, ya Avropanın özündə bu zaten normaldır. Hətta ata gəlir, məsələn, girmək istəmirsə qeyd eləyir ki, girmirəm. Yoxsa bu zaten normal. Budur. Bizdə biraz belə qəribə baxırlar. Bizdə də ilk olaraq məsələn Azad girmişdi və ətrafda dostları falan deyirdi ki, necə, nə lazımdır və s. Amma ondan sonra bu sanki yaxşı müsbət bir mesaj olaraq oldu və digərləri də belə davam elədi. Çünki o anı, ondan möhtəşəm an məncə yoxdur. Və onu birlikdə yaşamaq çox-çox möhtəşəm olur. Yəni bu elə düşünürəm ki, yenə də hər bir qadın fərqlidir. Bu qadının istəyindən asılı olaraq tənzimlənməlidir. Amma çıxış anında ataya gətirilir övlad. İlk atanın qucağına verilməlidir. Və ata bağı orada yaranır %100. Mən həmişə oxuyuram ki, deyirlər, ümumiyyətlə uşaq dünyaya gələndən sonra 24 saat ərzində yalnız ananı və atanı görməlidir. Onlara hiss eləməlidir. O dünyaya gəlir və həmin o hissiyat, həmin istilik yenə davam edir. Burada əsas məsələ də qadının bu dəstəyə məncə ehtiyacı olur və bu nümunəvi bir şeydir məncə. Bir dənə də hər kəs bunu davam eləməli. Bu müsahibədən sonra analıq haqqında bütün bu sərhədləri, bizə qoyulan sərhədləri bir növ aşmış oluruq, hansı ki belə olmalıdır, bunu deməlisən, bunu eləməlisən. Onlara sanki belə şey eləyirik ki, yox, biz canlıyıq, belə də hiss eləyə bilərik, elə də hiss eləyə bilərik. Yəni bu məndən asılıdır, mən individualam. Səncə bu deyirlər analıq instinkti
O analıq instinkti anında gəlir insana, yoxsa zamanla yaranan bir şeydir, formalaşan bir şeydir? Bu məncə sən demiş individual bir şeydir. İnsana görə dəyişir. Mənə gəldikdə isə məndən bunu çox soruşurlar. Nəzrən, sən o analıq hissi gəlibmi? Deyirəm ki, gəlib. Mən ümumiyyətlə hər zaman uşaq sevən olmuşam. Ürəyim gedir. Mərdanda elədi. Mən də, yəni ürəyimiz gedir ki, harda uşaq görürəm, mütləq icazə alıram. Deyirəm, olar səni qucaqlayım, olar səni öpüm. Yəni ürəyim gedir uşaqdan ötürü. Bir də düşünürsən ki, o uşaq sənin qanından, canındandır və necə gəlməyə bilər də o hissiyat. Ona görə səbirsizliklə onun yolunu gözləyirəm ki, gəlsin, mən onu bir öpüm, bir qucaqlayım, bir qoxlayım və düşünürəm ki, elə hissiyat budur da. Yəni analıq hissi budur da, yəqin ki, odur. Sən indi dedin, mən tamamilə fərqli prizmadan baxdım. Təbii ki, orada məsuliyyət də var, orada başqa-başqa faktorlar da var. Amma ki, əsas önəmli olan onu duymaqdır ki, o uşaq gəlsin və mən o uşağı bağrıma bassım da. Yəni məncə elə əsl analıq hissiyatı, yolunu səbirsizliklə gözləmək belə məncə o analıq hissiyatının bir tərəfidir. Qonaq otağındayıq. Bəli, bura bizim qonaq otağımızdır. Hər zaman açıqdır, çünki məncə musiqisiz ev olmaz, mütləq. Musiqi arxa fonda getməlidir. Sənin üçün məncə keçərlidir. Əslində məncə hamı üçün keçərli olsa gözəl olar da. Yox, həzin musiqi, gözəl musiqi evin ab-havasını da dəyişir. Sakitləşdirir, hüzn verir. Amma sənin üçün şərtdir, yəni. Ortamdasın həmişə. Məncə də. İlk dəfə biz burada çəkiliş edirik. İlk professional çəkiliş olaraq siz buradasınız. Sonra orada professionalı kəsək. Montajda prosta ilk siz buradaysa. Keçə masa tərəfə. Mən paxlavadan ötürü ürəyim gedir. Şəkərbura yoxsa paxlava? Əslində ikisi də, amma məncə də ən çox paxlava. Bu arada şəkərbura ümumiyyətlə sevmirəm, heç yemirəm, amma paxlava. Mən şəkərburanı səni necə sevirəm. O sobadan çıxıra isti pambıq kimi. Bişirə bilmirəm onu, qəşəng naxış vuraram. Məncə o çətindir onu bişirmək. Yox. Çətindir, hə. Məncə çətindir. Amma bizim gəlinimiz bir dəfə cəhd edib alındırıb. Doğrudan, pul oldu. Yaman bacarır, maşallah. Qabiliyyətlidir çox. Maşallah, sizdə ümumiyyətlə Instagramda rast gəlmirsən sadəcə? Hə, izləyirik bir-birimizi. Sizdə ümumiyyətlə bütün ailə elədir də. Yəni yoldaşın musiqiçi, qardaşın sosial insandır. Onu yəni bütün xalq tanıyır, zaten xalq artistidir. Qardaş, sistem işçisidir. Amma yanında da illərdir ola-ola papamın suluxu. Doğrudan. Papam da piano çalıb. Həm də ki, şeyi də deyim ki, mənim papam Əzimzadəni yarımçıq qoyub çıxıb. Papamın da əl qabiliyyəti var. Mən elə ona baxıb rəssamlığa belə getmişəm. Yəni bizim xanım çox gözəl ailəyə gəlir. Ay Allah. Ən sevdiyim şəklimi şeyə qoymuşam. Ürəyə qoymuşam. Cover. O vaxtın cover. O vaxtın cover. Burada aynı falan da var. Baxarsan. Doğrudan. Bizim deyəndə ki, Nəzrinin foto albomu, uşaqlıq albomu. Ən sevdiyim albomumdur bu arada və ən sevdiyim şəkli də buraya önə qoymuşam. Cover-a qoymuşam. Hətta burada o vaxt nakleykalar olurdu, ürəkli falan. Nakleyka belə yapışdırmışdım da bu şəklimin üstünə. Ya Allah. Orada da güllər var. Nakleykalarda var. Orada da Bu sənsən? Mənəm. Ciddisən? Deyərdin? Heç. Ümumiyyətlə 4 uşaq sən dedin. Bir bacın, 2 qardaş, 2 bacı, 2 qardaş. 2 qardaş. Bu qardaşımdır. Bu böyük bacım. Hansı qardaşındır? Cəfərdir. O da oxşamır. Cəfər çox nadin uşaq idi bu arada. Doğrudan. Elə mimikasından bilinir. Sən sakit uşaq olar. Mən sakit olmuşam. Digər ikisi? Böyük bacım da biraz nadinci olub, amma səndən böyükdür. Ən böyüyünüz odur. 88 təvəllüddür. Maşallah. Sonra Cəfər 90-dır. Sonra 95 mən. Axırda Nicat 2004. 2004. Belə beynimdə stereotip kimi var ki, o vaxtın qadınları ya karyera qurub, ya da ki ailə. Mən əksərilə tanırım. Ya 3 uşağı var, karyera qurmayıb, ya karyerası var, ailə alınmayıb da, lap qrupsa uşağı varsa deyə. Ya travmaları var, ya ailə kimi var. Amma sən mama deyirsən,
Və deyirəm ki, oydu, çox bombadır. Maşallah. Çox. Nənəmdir. Aha. Mamam bibisidir. Mamam bibisi saxlayıb bax. O böyüdüb şəhərdə. Mamam elə Mama bil ki, bibisi. 5 yaşında mamam, anası, atası Şamaxıda yaşayıblar. Bibisinə veriblər uşağı. Bibisinin övladı olmayıb. Mamam həmişə o danışır o tarixçəsini. Mamam gəlib bibisi ilə şəhərdə yaşayıb və 5 yaşından ta ki indi nə qədərdir? Bibisinə mama deyib. Biraz həyatı belə qarışıb orada. Əslində təbii ki, həyatda nə olursa hər şey yaxşılığa doğru olur, xeyirli olur. Mamam deyir ki, məsələn mən orada qalsaydım bəlkə heç belə həyatım fərqli olardı, karyera fərqli olardı falan, amma yenə də deyir ki, istərsiniz o ana-ata duyğusunu yaşamamışam deyə. Bəlkə həm də deyir, indi olsaydı yenə də anan-atanı seçərdim də. Çünki deyir, heç vaxt o duyğunu yaşaya bilmədim mən. Onlardan uzaqda oldum, elə böyüdüm falan. Həqiqətən bir fərqli həyatı var. Mənim də anamın belə kino kimi həyatı var. Bu mənə Böyük bacım, qardaşım və Hökmə nənə rəhmətə gedib artıq. Allah rəhmət eləsin. O adı kimi bir qadındır, anladığım qədərlə ki. Hökmə qoymuşuq. Mama elə qoyub ilk qızının adını. Səndə anlayıram ki, o ailə modeli var. Və ailə modeli olanda o modelə uyğun olaraq nümunə götürüb başqa bir ailə qurmaq daha düşünürəm ki, daha sadədir. Nəinki ailə modeli olmadan onu yaratmaq çox qəliz məsələdir. Gücünlə, öz məntiqinlə, öz çabanla. Ailə modeli, ata modeli nə formada olmalıdır bilmirsən və sən onu gözü qapalı düşünürsən ki, odur, yoxsa o deyil, hə, güvənirsən və onu sən yenə dedin, yəni mamanın onu eləməyi bacarmağı hər şeyin üzərinə, yəni halaldır. Səndə niyə oğlan prическası? İndi ömrü boyu saçma qırxıblar. Niyə? Niyə? Çünki yəqin ki, sənin də başına gəlib, bilmirəm, bu çox bizim illərdə dünyaya gələn uşaqların demək olar ki, 90%-in başına gəlib, bit düşürdü həmişə saçımıza. Mənim də həmişə yadımdadır ki, mamam saçlarımı təmizləyirdi. Nə bilim, sirkəli su falan filan və ömrü boyu saçımı qırxıblar. Mən 1-ci sinifə gedib padmalçışqa idi da saçlarım. Amma indi saçın gürdur. Bu genetikdir məncə. Çünki o qədər saçını tez-tez dibindən qırxan, tez-tez kəstirən saçlar var ki, görürəm nazikdirlər də. Mən düşünürəm ki, bu genetik olan bir şeydir. Çünki biz Nigardan da alboma baxanda onun da saçları qısa idi. Aynı də baxanda onun da saçları qısa idi. Onlar da eyni mövzunu deyirlər ki, eyni mövzuydu ki, kəsirdilər. 6 yaşında, yəni bir qızın saçını qırxmaq nə deməkdir? Yəni necə depressiyadaydım mən 2001-2002 idi. Ondan sonra artıq o qaranlıq gecələr son artıq bitdi. Ondan sonra saçın həmişə uzun olur. Ondan sonra həmişə uzun olur, həmişə. Papam. Çox yaraşıqlı atan var. Vaxtın kostyumlarına bax. Ürəyim gedir buna bax. Jiletka üstündə pencək. İndi niyə belə geyinmirlər? Mən bilmirəm, 3 düymə. Nə məclisimiz olurdu. Mikrofonu alırdım əlimə, başladım mahnı oxumağa. Ən sevdiyim hobbim idi də mənim mahnı oxumaq. Mama da sintezatorda. Mamam 5 il qarmon sinifinə gedib. Uşaq vaxtı. Cəhd baba, Nəzrin Xosrov qızı, mənim 5 yaşım var. 2000-ci il. Özün yazmışsan, mənim 5 yaşım var. Mənim 5 yaşım var. Necə saf olmuşuq. Məsələn ondadır ki, bax mənim oğlumun, sənin qızının və s. belə bir bu olmayacaq. Sosial mediamızı açıb göstərəcəklər. Bu mama. Gilə bax. Sən Dərya. Özdə necə həyəcanlıydım onu görəndə. Necə həyəcanlıydım. Mamam indiyənə qədər danışır. Deyirəm, Nəzrən, nə olub sənə? Mama, həyəcanlıyım. Səni Dərya ilə şəkil çəkdirirəm. Bu poezdir. Burada şeydir, biz bilməyənlər üçün deyim. Aybəniz Haşimova Bülbüllər qrupunda oxumuşam uşaq vaxtı. Aynı şanla bir yerdəydik. Biz burada Kiyevə gedirik, səfər edirdik. 3 günlük qatar maceramızdan sonra getdik, çatdıq. Neçə yaşın var orada? Orada 8. 8 yaş üçün məncə çox gözəl xatirədir. Qatarla getmək. İndiyənə qədər hamısı yadımdadır, hər detalı. Bu Astraxanda qatar dayanmışdı. Biz düşdük, şəkil falan çəkdirdik, elədik. Aynı da burdadır. Aha. Aynıdır.
Burada Şakir Əkbərovun nəvəsi. Bizim ilk buraxılışımızın qonağı Ayni də buradadır. Ayşana burada salam göndər. Öpürük. Ailə sənin üçün nədir? Ümumiyyətlə ailə anlayışı nədir? Nəyə görə soruşuram? Çünki əminəm ki, sən buradan müsbət bir mesaj ötürə bilərsən. Hal-hazırki, bilmirəm sən fikir vermirsən yoxsa yox. Çünki əksər vaxtı, bilmirəm, mən bəlkə tendensiyadır hal-hazırda fikir verirəm ki, çox ailələr dağılır. Tez ailə qurub, tez oyuncaqmış kimi tez ayrılırlar və dəyərlər sanki dəyişib. Belə deyim də, təbii ki, hər kəs fərqli-fərqli ailələrdə böyüyür, fərqli tərbiyə görür, fərqli bir ab-havada olur, belə deyim. Mən məsələn doğulduğum, böyüdüyüm ailədə mən belə görmüşəm ki, ana, ata mütləq aralarında hər hansısa bir söz-söhbət belə olsa, o uşaqların yanında biruzə verilməməlidir, o qıraqda olunmalıdır. Uşaqlar o dava da deməyim, o mübahisəni görməməlidir. Yəni biz belə ailədə böyümüşük və ailənin istiliyini hər zaman hiss eləmişik. İstər ana ilə ata arasında, istər ümumiyyətlə böyüklər arasında, istər ümumi ailə içərisində biz o istiliyi görmüşük. Və təbii ki, bu bizə aşılanıb ki, ailə budur, istilik budur, doğmalıq budur. Hər mübahisədə qarşı tərəf küsüb getməməlidir. Hər mübahisədə ayrılıram, nə bilim, ego göstərim, belə bir şeyləri, yəni şahidi olmamışam. Bu təbii ki, mən də həmişə düşünmüşəm ki, gələcəkdə mənim də belə bir örnək ailəm olsun. Hər bir xırda bir mübahisədən, nəsə hər hansısa bir şeydən küsüm gedim, naz eləyim, belə eləyim, belə bir şeylər istəməmişəm olsun gələcəkdə mənim ailəmdə. Necə ki, indi də istəmirəm təbii olaraq. Və əlbəttə ki, başqa ailələrdə belə nüanslarla insan qarşılaşanda, görəndə çox pis təsir eləyir. Düşünürsən ki, bunun bir 70% egodur. Və bu egonun bu qədər artdığını görmək çox üzücüdür. Birinin dediyi o birinin boğazından keçmir, o biri deyir, mən bunu belə bilirəm, bu belə olmalıdır. O birisi də deyir ki, yox, mən bunu belə bilirəm. Mən düşünürəm ki, bir tərəf od olanda bir tərəf mütləq su olmalıdır ki, o ailə qorunsun. Əgər təbii ki, bu ailə qurulubsa. Yox, əgər hər iki tərəf öz mən deyən olacaq, təbii ki, orada ailə dağılacaq. Və bu ailəni qorumaq istəyirsənsə, mütləq şəkildə türklər demiş, altdan almalısan da. Yəni mənim fikrim bu yöndədir və təbii ki, sən də az öncə dediyin kimi ki, təəssüf ki, get-gedə belə ailələr dağılır falan. Yəni heç istəmirəm belə olsun. Yəni düzdür, indi bizim necə deyim, yaşımız azdır hələ ailə dəyərləri haqqında, yəni belə şeylər danışmaq, amma indi istər-istəməz yenə də biz də sosialdayıq, insanların içərisindəyik və hər birimizin təbii ki, öz fikri var. Mənim fikrim bu yöndədir ki, məncə insanlar biraz egolarını azaltmalıdırlar. Hər iki tərəf və bu o demək deyil ki, qadın altdan almalıdır və ya kişi altdan almalıdır. Hər iki tərəf ailədirlər. Yeri gələndə kişi cinsiyyətindən asılı olmayaraq hər iki tərəf mütləq şəkildə altdan almalıdır. Sən özün hansısa mənfirəyi bayaqlar mənə dedin ki, hətta kövrəlmişdin, ağlamışdın. Nəyi heç yadıma salma. Düz bəzi şeylər insan yadından çıxmır, həm də belə həssas dönəmlərdə ümumiyyətlə çıxmır. Sadəcə olaraq istər-istəməz o ki, sənin qarşına çıxır və sən onu görürsən və üzülməyə bilmirsən ki, yəni niyə axı bir insan bir insana belə bir rəy yazsın? Yəni bunun məqsədi nə ola bilər də? Silib keçirsən, nə bilim, ignor eləyirsən, okey, amma bir müddət istər-istəməz onun təsiri qalır insanda və düzdür, mən biraz kövrəlmişdim. O da yəqin ki, mənim həssas dönəmimlə bağlı bir məqam idi ki, mənə təsir eləmişdi, amma ondan sonra artıq ümumiyyətlə rəylərə, mənfi rəylərə fikir vermədim. Ötüb keçirəm, ya silirəm, bəzən heç silmirəm, ya saxlayıram və görürəm ki, pis niyyətli insandır. Zaten o həmən bilinir. İgnor eləyirəm. Amma sənin bu dönəmində belə bir şey yazmağı məncə onun üçün artıq oradan cəhənnəmdə
yazılır yəni. Allaha tapşırıram elə Nə, insanları. ən salamatı. Gözəl fikir bildirən insanlar o qədər Allaha şükür çoxdular ki, onların hamısını onlar belə deyim də Çoxdur. kamuflyaj eləyirlər. Ümumiyyətlə belə bir şey var da, indi sosial medianın ötürdüyü bir atmosfer var, abu-hava var və doğrudan da canlıda olan bir abu-hava var. Biz səndən bir neçə dəfə bundan əvvəl hardasa rastlaşmışıq, bir ad günündə və s. olmuşuq, amma heç vaxt yəni səninlə belə səmimi atmosferdə, o ki qaldı sənin evində belə əyləşib danışmamışıq da. Bu evə girdim, elə bir atmosfer var, elə bir qəşəngdir, oradan da müsbət abu-hava var. Özündən müsbət o qədər abu-hava gəlir ki, yəni sosialda necə görürəmsə, onun inanın ki, nə bilim, 10%-ni ötürürsən ya yox. Çünki qalan 90%-i doğrudan qızlar da burdadır. Razısınız? Nəsə razıdır. O qədər müsbət atmosferi. O sənə baxanda şey yadıma düşür. Bilaşnyaşka. Qaçır, quşlarla danışır. O atmosfer deyil. Sanki belə o domda olmalısan, qaçıb sevməlisən, quşlara salam ötürməlisən, hamıya, dünyaya müsbət ötürməlisən. Doğrudan elədir. Sənə deyim ki, sənin də enerjin həddindən artıq çox gözəldir. Doğrudan. Və həqiqətən adam belə rahat olur sənin yanında. Çox sağ ol. Mənə çox deyirlər, yəni deyəcəm. Yazırlar. Çox gülürsüz, çox gülürsüz falan. Biz niyə gülməyək də? Yəni mən qonaqlarım o qədər də oradan yaxşıdır. Mən onların qonağıyam da. O qədər yaxşı atmosferə düşürəm ki, çay var. O üzümə gülürlər. Gülürsən ömrünü uzadır deyirlər. Zaten gülməliyik, pozitiv saçmalıyıq ki, bütün ətrafa ki, insanlar da xoşbəxt olsunlar. Onların da əgər nəsə bir belə deyim, dərdləri, keyfləri yoxdursa, onlar da keçsin, getsin. Biz də o müsbəti onlara yayaq da. Niyə də olmasın? Razıyam. Oy, ümid edirik ki, biz sizə buradan onu ötürə bilirik. Əslində mənə görə sadə mövzudur, amma əksəriyyətini bu mövzunu qəlizləşdirirlər. Mövzu təbii doğum və keysəriyyə haqqındadır. Belə rəylər və özümdə də eşitmişəm, digərlərində də eşitmişəm. Niyəsə bunun üzərində çox belə müzakirələr gedir ki, ən sevmədiyim o şey özün doğursan. O şeydir ki, keysəriyyə olanda deyirlər ki, kesarka el arasında deyirlər ki, özün doğmursan. İkisi çətindir. Mən eşitdiyim qədərilə hər ikisinin özünə məxsus çətinlikləri var. İstər doğur, istər əməliyyat. Və bu qadının öz qərarı da ola bilər. Yenə də bədən onundur. Həkimin də qərarı ola bilər. Heç kəsə məncə aidiyyatı və dəxli olmamalıdır ki, özün yox. Hətta heç yəni həkim desə belə sən doğuşa tam hazırsan, əgər qadın özü doğuşa hazır hiss eləmirsə və o keysəriyyə əməliyyatı seçirsə, bu da tam onun seçimidir. Normal bir seçimdir. Heç kəs də onun qərarına qarışmamalıdır deyə düşünürəm. Hə, çünki belə təzyiqlər olur ki, sən olub ümumiyyətlə yəni hiss eləmirsən onu. Bir-iki dəfə olub belə bir şeylər ki, niyə sən niyə keysəriyyə əməliyyatı istəyirsən? Məcburiyyət deyil axı. İnsan yəni necə ki hər bir şeydə azadıq, bu da bizim azad seçimimizdir və mən bunu seçirəm. Yəni heç kəsə də izah eləməli deyiləm nəyə görə bunu seçməli deyiləm. Mən bunu seçməyə qərar vermişəm. Yəni sən gələcəkdə başqa bir seçim eləyərsən, doğuma gedərsən. Mən belə bir seçim eləmişəm və seçimim inşallah ki də seçimimdən razı olaram. İnşallah, əminəm ki elə olacaq. Çünki ən azından ona görə ki bu sənin qərarın. Oy, Mərdan bəy. Siz düşmürsünüz. Gəldim ki, təklif edirsiniz də. Heç xəbərimiz olmayıb, yox. Çox səni nə və kim əsəbləşdirə bilər? İlk 3 ayda parfüm qoxusuna qarşı hədsiz belə həssaslığım var idi. Heç demək olar parfüm vura bilmirdim. Bir dənə parfümüm var idi ki, o mənə qıcıq vermirdi, ancaq onu vururdum. Sonra o keçdi, getdi. Qoxu mənasında. Amma belə ümumiyyətlə 30 yaşına girəndən sonra bu arada mən gördüm, baxanda da sörçü belə qaldım ki 30 yaşın var sənin. 31 olur gələnlər. Bilirdin? Mən elə bilirdim ki, nə bilim 25 falan belə düşünürdüm. Ciddi deyirəm. Elə sevirəm. Deyirəm ki, mən əslində 18-də qalmışam. Əzəllah.
hələ orada. 13 il keçib. 13 il öncədəyəm. Amma ki, həqiqətən əsas deyir insan ruhu gənc olsun. 30 olur sadəcə rəqəmdir də. Amma 30 yaşına verdiyi bir olğunluq var. O həqiqətən var. Var. Mən bu girirəm, 2 aya girirəm. Ona görə hələ bilmirəm. 96. Az qalıb səndə. Hələ az qalıb. Hələ o olğunluq hiss eləmirəm. Sən onu hiss eləyəcəksən. 30-a inşallah daxil ol. Sən görəcəksən ki, 30-un bir başqa bir verdiyi olğunluq, bir başqa bir düşüncə tərzi var. Mən məsələn əvvəllər çox hər şeyi belə üstündən keçirdim. Eybi yoxdur, belə olar. O təbii ki, bizim özümüzə ziyandır da. Ürəyimizə atırıq, hər şeyi yığırıq. Amma bu yaşda artıq mən başa düşdüm ki, olmaz elə. Düzdür, mən demirəm ki, mən həmin insanı dostluğu belə deyim də, həmən mən onu bloka atım, mən ona dostluğu kəsim, ay nə bilim uzaqlaşım falan. Təbii ki, mən elə insan deyiləm. İllərdir biz bu insanla məsəl üçün yaxınlıqsa, dostluqsa adi bir şeyin üstündə o dostluğu məhv eləmək də gözəl bir şey deyil. İndiki zamanda zaten sən gözəl insanlar, yaxşı dostluqlar tapmaq da çox çətindir. Sadəcə olaraq mənim demək istədiyim odur ki, hər şeydə çox belə eybi yoxdur demək olmaz. Mən məsələn yox deməyi bacarmayan bir insanam. Bu da mənə çox əziyyət verir. Bunu çox deməyim, bir 50% azaltmışam. Və bunlar da hamısı mənə gəlir ki, bu yaşın verdiyi təsirdir. Bu yox deməyi azaltmaqdır. Hər şeyin üstündən keçib getməyi artıq eləmirəm. Nəsə bir sözüm varsa onu həmən deyirəm. Özünə dəyər verməyə başladım. Deyirəm ki, eynən. Deyirəm ki, bax bu mənim xoşuma gəlmədi. Məsələn, budur. Xahiş edirəm, gəl bu söhbəti müzakirə eləyək, bitirək. Müzakirə eləyək, bitirək və bilək ki, nədir, nə deyil. Artıq üstündən keçmək söhbəti bitdi. Küsmək, incimək, belə şeylər də artıq. Üz-üzə gəlib danışaq. Küsəyə heç vaxt olmamışam. Heç vaxt ay kimləsə küsüm. Düzdür, incimək olur. O mənim bürcümdə də var ki, tez inciyəm. Bu normal bir şeydir. Təbii ki, insana xas bir xüsusiyyətdir. Amma tez kimlənsə küsüm zət, yəni kin saxlayım. Ümumiyyətlə kin saxlamağı sevmirəm. Amma indi xoşlayıram ki, danışaq, həll eləyək. Yerindəcə. Ya hə, ya yox. Yerindəcə. Hə, yox. Hə, yox. İsti. Dəmiri isti döyərlər. Amma sizin özümüz üçün soruşuram. Orada adı kəsərəm. Məncə mən bu verilişi sırf kimlənsə də müzakirə eləmək istəyirdimsə, onun üçün eləmişəm. Onu da sonra kat edirik. Hələ də özümüzü böyümüş hiss eləmirik. İnsan həyatını dolu-dolu yaşayanda, məsələn də mamam karyerası, ora-bura, ömrü boyu səhnələr. Yəni bu insan oturum bütün günü səhər, axşam yemək bişirim, ev yığışdırım olmayıb da. Yəni ona görə dolu-dolu yaşayanda o heç vaxt yaşa dolduğunu hiss eləmir. Və həmişə gənc, həmişə gümrah, çox gözəl bir şeydir. Çox əla bir şeydir. Ki, qadın həmişə öz ayağı üzərində durmalıdır. Həmişə karyerasını ailə öz yerində, amma karyera mütləq olmalıdır ki, o yaşamaq sevinci olsun, yaşamaq. Özünü gənc hiss eləsin. Özünü həmişə gənc hiss eləsin və o işinə görə də ayrı bir özünə baxsın. Hə. O karyer olanda istərsən saçım, dərim, gözəlliyim falan. Onu da eləyəndə özünü çox istəyirsən. Özünə dəyər, özünə baxmaq o başqa bir şeydir. Mənim gözümü açıb görməm, amma ömrü boyu üzündə maska, əllərində nə bilim nə. Həmişə özünə baxıb da bu insan. Çox qəşəngdir. Ümumiyyətlə yəni özümdən şey eləyirəm ki, haqq oldum mamaya. Nə mənada? Çünki biz indiki dövrdə adam fikirləşir ki, mən necə eləyim ki, bu da olsun. Hamısına çatdırmaq və 4 uşaq və səliqəli qalmaq və ailəli qalmaq. Çünki mən tanıyıram məsələn də ki, karyerası var, amma ailəsi yoxdur. Və ya var yarımçıq ailə dağılıb falan. Və əksinə ailə var, amma diplomu var, 3 dənə diplomu var, amma qura bilməyib də işini. Çünki onları apar gətir. Allah şükür ki, bunu şey eləmək üçün də yoldaş ideal olmalıdır. Dolça bir yol. Yoldaş mütləq şəkildə həyatının 50%-ni, 50%-ni üstlənməlidir. Olmasa olmur. İndi Allah şükür köməkçi falan da olub, eləyib, dost. Zaten 4 uşağım üçün bir uşağım olub. Əlbəttə. Qaldı ki. Amma
mən həmişə deyirəm ki, mamanın düzdür, fiziki olaraq çox yanımızda olmasa da, amma həmişə məsuliyyəti üzərimizdə olub. Əli üstü özdə olmuş. Hər dəqiqə zəng eləyib, uşaqlar yemək yedi, uşaqlar dərslərini elədi, uşaqlar filan. Yəni bu insan həm karyeraya, həm ailəyə düzgün yön verib. Çox belə nə bilim, yaxşı oldum. Fikirləşdim ki, belə bir şey var, bunu bacarmaq olar. Əlbəttə var. Varımız çox güclüdür. Hə. Xoşbəxt. Bəli. Güclü qadın olmaq lazım deyil, xoşbəxt qadın olmaq lazımdır. Əlbəttə, bütün qadınlarımızın xoşbəxtliyi o çox önəmli bir şeydir. Amma sırf nəyəsə görə güclü olmaq yox, amma daxildən gələn o güc, o bir başqa bir şeydir. Gözəl olmaq üçün, sevmək üçün, sevilmək üçün güclü olmaq. Eynən. O vaxt biz maşın şouda olanda, mən indi orada çalışırdım. Ramal İsrafilov iştirakçı kimi idi. İndi söhbət gedir 2019. Demişdi ki, sən Mələk xanım Eyyubovanın cavanlığına, uşaqlığına oxşursan. Mən də o an tanımırdım. Yəni özüm də uşaq idim. O kimisə də bənzədiləndə girirsən sosial mediaya baxırsan ki, qəşəng bir insan. Baxdım, necə də qəşəng, sarışın və sonra özünə də dedim. Dedi ki, yox, sarışınlığa görə yox, üst forması və s. mən cavanlığını tanıyıram. Mən də bilmirdim ki, ailə bağı və s. var. Getdim sonra həmkarlarıma, kolleqalara falan dedim. Onlar dedilər ki, səhv etmirəmsə, bibi oğludur ya dayın oğludur. Hə, o dedim, onda o yaxından tanış oldum. Yamiçkanda var. Hə, burada. Səndə də var. Məndə burada var. Burada da var. Burdadır ya, burdadır. Burdadır, deyim. İndi deyirlər ki, uşaqlıq travması. Sənin uşaqlıq travman varmı və hansıdır? Uşaqlıq travması deyəndə gedirlər məsələn terapiyalara, özün eşitmisən, əminəm. Mən özümlə getmişəm əslində. Əslində belə deyəndə, sual verəndə adam qalır belə ki, mənim nə travmam var idi. Amma elə seanslara falan gedəndə bilmədiyin yerdən elə şeylər çıxır ki, sən şoka düşürsən ki, bəlkə mən bunu unutmuşam. Amma gör filan bir şey olmuşdu və onun travması məndə qalıb. Və onlardan da birini sitat gətirmək istəyirəm. Bu yaxınlarda dediyim bir ilin söhbətidir. Seans kimi bir şey olmuşdu. Orada mənim təmiz unutduğum bir hadisə mənim deməli yaddaşıma gəldi ki, mən onda uşaq idim. Anamın işləri var idi. Atamın, anamın ümumiyyətlə harasa gedirdilər və bizə də baxan bir xanım var idi ki, bizi həmişə qardaşıma məni bağçaya aparıb gətirirdi. Nəsə bunların evinə 2 günlük bizi qoydular ki, əmanət elədilər. Əmanət ediləsi insanlar idi. Əmanət elədilər ki, bəs siz burada qalın, biz 2 gün sonra sizi götürəcəyik. O mənim qardaşımın da indiyə qədər yadındadır. Mənim düzün desəm yadımdan çıxmışdı. O seansda mən onu xatırladım və sən demə, o məndə bir travma kimi qalıbmış. Sonra biz onu təmizlədik və mən artıq o uşaqlıqda elə bil ki, o məndə kin kimi qalıbmış içimdə. O artıq mən həmin seansda onu təmizlədim və özümü azad etdim. Deməli nəymiş travma? Travma oymuş ki, indi təbii ki, bütün uşaqlarda nadinçlik var, bütün uşaqlarda başqasının uşağına qısqanclıq var və həmin xanımın uşaqlarında da bizə qarşı qısqanclıq var idi və onlar bizə uşaqlığımızdan istifadə eləyib, bizim sakitliyimizdən istifadə eləyib, bizlə yaxşı davranmamışdılar. Uşaqlar. Və onlar bizə necə rəftar eləmişdilərsə, qardaşımda da, məndə də o travma qalmışdı. Və düzdür, ara-ara yadıma gəlirdi, xatırlayırdım, amma mən düşünməzdim ki, bu məndə böyük bir travma kimi qalıb sən demə və mən ailə dizimi elədim. Onda mən onu bağışladım və ondan sonra mən həqiqətən çox rahatlaşmışdım. Və onda mən başa düşdüm ki, bəzən biz düşünürük ki, hər şey əla olub, super olub, amma bəzən bizə cüzi gələn şeylər o sonradan bizim üçün böyük bir travmaya çevrilirmiş və biz onu bilmirmişik. Şuuraltı bizim o əməlli başlı bir travmatik bir olay kimi bizim yaddaşımızda qalıbmış sən demə. Və o bizim gələcəkdəki hər hansı bir yaşadığımız bir hadisəyə təsir edirmiş. Mənfi təsir edirmiş. Yaxşı ki, onda bunu eləmirsən və sənə bu müsbət təsir edir. Ona görə bəzən belə seanslara getmək çox gözəl bir şeydir. Demirəm, hər gün mütləq belə bir şeylərdən asılı qalmalısan, xeyr, onun tərəfdarı deyiləm, amma
bəzən ümumiyyətlə belə seanslarda olmaq, belə təmizlənmək gözəl bir şeydir. Travma deməyim də 2 dəfə uşaq idim. Elə səhv etmirəmsə hər ikisində də 6-7 yaşlarım olardı. İkisində də ölümlə üz-üzə qalmışam. Necə? Onu da burada açıqlayım. Necə bir şey olub? Deməli biz bağ evindəydik. Hər ikisi də bağ evində baş verib bu arada. Bizim bağ evimiz var idi və böyük bir hovuzumuz var idi. Və deməli ailəvi yaxınımızın qızı var idi. Mən onun oyun oynuyordum və biz yaşlıydıq. Biz belə taslar oluruq. O tası dartır, mən dartıram. O tası dartır, mən dartıram. Birdən elə oldu ki, birdən o tası necə möhkəm dartdısa mən hovuza düşdüm. Səhv etmirəmsə 6 yaşım var idi və mən hovuza düşdüm və mən bildiyin boğuluram. Həmin anlar yarı-yarı yadımdadır, amma o yadımdadır ki, bayağı bir su getmişdi boğazıma və bizim qonşuluqda bağbanın oğlu var idi. O tez görüb məni hasardan tullanıb, gəlib özünü atıb məni xilas eləmişdi və qardaşım da tədbirə gedirdi. Qardaşım da uşaq idi, kostyum falan geymişdi. Yadımdadır, o da kostyumla atmışdı özünü hovuza, məni xilas eləmişdi. O mənim üçün çox qorxulu bir an idi. Düzdür, ondan sonra çox adam mənə yaxınlardan da bilənlər sual verir ki, sənin sonra hovuza, dənizə qarşı fobiyan olmadı? Şükür ki, olmadı. Yaxşı da ki, olmadı. Mən suyu çox sevirəm. Amma yəni belə bir hadisə olmuşdu. O çox şeydi, qorxulu bir şey. Bağ evi deyəndə mən çox uşaqların da başına gəlib. Belə şeylərin qarşısını almaq üçün uşağı balaca vaxtından üzgüçlüyə qoymaq lazımdır. Bizim belə bir rubrikamız var. Hədiyyə rubrikası. Sən YouTube-da bu videonun altında izləyicilərin tərəfindən yazılan ən gözəl rəyə bir rəy seçəcəyik. Hədiyyə. Mən düşünürəm ki, həmin izləyici məndən mənim istifadə etdiyim hər hansı bir əşyadan istəyər və ona görə də mən vanil qoxularını çox sevirəm. Yəni bütün parfümlarımda demək olar ki, vanil ətri var və ona görə də vanil qoxulu bir parfümü öz sevimli və gözəl rəy yazan izləyicimə hədiyyə etmək istəyirəm. Bu qədər vallahi istəyirəm gedim kimsə döyüm, dalaşım. Çox mimi olduq. Çox, yəni özüm də buyam, içimdən də bu qədər, amma Tamam, gel kiməsə fake profil. Mənfi rəylər yaz. Sən close friends-in yadıma düşdü. Balaca bir. Ay Allah, sən məni hədiyyələrə boğmusan. Artıq maması və bu ilk dəfə belə deyək, bu brendin təqdimatı kimidir. İlk dəfə sənə gəlir. Mamako, sənə minnətdaram. Sənə qarşı diqqətsiz olmaq məncə çətindir. Doğrudan ki, o qədər müsbət enerji ötürürsən ki, super mama. I love mom. Yəni sənin üçün xatirə kimi qalsın. I was waiting for you. Ay. Orada həm sənin üçün, həm də ki Mərdan üçündür. Çox qəşəngdilər. Ümid edirəm ki, sizə bir xatirə kimi qalar. Biz adı göstərmədən belə bir şey eləyə bilərik. Belə bir şey. Düzdür? Rənglər də əladır. Qəşəng. Sağlıqla kimin sizdə qalsın. brendidirsə xeyirli uğurlu olsun. Olsun. Amin. 5 il sonraki Nəzrin hardadır, nə ilə məşğuldur, necə bir yerdədir, özünü necə hiss edir, onu soruşmaq istəyirəm. Bir də ki, mən istəyərdim ki, sən bir məktub, video məktub kimi, bəlkə haçansa qızın bu videonu izləyər, nə vaxtsa, sən ona buradan bir mesaj ötürəsən, bəlkə qısa nəsə bir şey deyəsən, sənə deyirəm, özüm çoğuram. Ay, belə suallar olanda biraz belə qəribə oluram, həyəcanlanıram. Çünki belə birdən olur da, spontan olur, adam bilmir nə desin, nə etsin. 5 il sonranı, həqiqətən bundan sonranı danışmaq, danışsam səhifələr bitməz, verilişlər bitməz. Çünki həqiqətən arzular, dualar tükənməzdir. Sadəcə olaraq daha gözəl yerlərdə, xoşbəxt, huzurlu, sağlam, sevdiklərim yanımda. Yəni karyeramda daha gözəl zirvələrdə, daha çox özümü inkişaf etdirmiş bir səviyyədə görmək istəyirəm.
bir neçə dil öyrənmək istəyirəm. Bunlar mənim arzularımdan biridir. Daha çox ölkələri gəzmək istəyirəm. Daha çox xatirələr toplamaq istəyirəm ailəmlə birlikdə. Və Allahın köməyi ilə inşallah ki, hər biri reallaşar, həyata keçər. Buradan isə gələcəkdə qızım əgər məni bu videonu izləyəcəksə, buradan ona demək istəyirəm ki, sən yaxşı ki varsan, sən yaxşı ki bu həyata gəlmisən və yaxşı ki bizi seçmisən. Səni çox sevirik, həmişə xoşbəxt ol, uğurlu ol, sağlam ol. Ay Allah, kesin